Yaşıllıqlara qənim kəsilənlərdən danışacağıq. Son illər paytaxtda yeni parklar, yaşıllıq zonalarının yaradılmasına baxmayaraq, bu yaşıllıqlara qənim kəsilənlər də az deyil. Bəs insan sağlamlığına zərər vuranlar, təbiətə qənim kəsilənlər, qanuna əməl etməyənlər kimlərdir? Əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq, bərabər izləyək. Nəsə tökdülər, maye tökdülər, qurutdular bu ağacı. Məqsədləri də o ki, olubsun ki, burada obyekt tikir, qabağında maneçilik törədir. Yeni tikilən binalar, yaşayış və ticarət obyektləri, az qala balaca bir mağazaya görə də yaşıllıq əraziləri məhv edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində son illər yaşıllıqların qanunsuz məhv edilməsi ilə bağlı onlarla cinayət işi baş prokurorluğa göndərilib ki, bunlardan da elə əksəriyyəti paytaxtının payına düşür. Bir ağacın əkilib becərilməsi, onun ərsəyə gəlməsi uzun illər tələb etsə də, ancaq onun məhv edilməsi an məsələsidir. Paytaxtda yaşıllıqlara qənim kəsilənlər əgər bir tərəfdən tikinti şirkətləridirsə, digər tərəfdən isə müxtəlif ərazilərdə yaşıllıqlara düzgün qulluq edilməməsidir. Növbəti ekoloji terror Binəqədi rayonu Əcəmi Naxçıvan 26 ünvanında obyekt tikilməsi üçün həyata keçirilib. Yaşıllıqların məhv edilməsinə görə cəzalar nə qədər sərtləşdirilsə də, hər il paytaxtda onlarla sağlam ağacın qeyri-qanuni kəsilməsinin və yaşıllıqların məhv edilməsinin şahidi oluruq. Binada yaşayanlar əkiblər və özümüzlə qulluq eləmişik. Burada 3 dəfə ağaclar kəsiblər, 3 dəfə. Ağacın kötüyünün yoğunluğunu görürsünüz. Ağacların köçürülməsi isə qanunvericiliyə əsasən həyata keçirilir. Belə ki, quruyan qəzalı vəziyyətdə olan və götürülməsinə zərurət yaranan ağaclar ekoloji ekspertizanın rəyindən sonra köçürülür. Lakin əksər yaşıllıq qənimləri bu prosedurun həyata keçirilməsini də görməzdən gəlirlər. Bəzi biznes sahibləri, xüsusilə tikinti obyektlərinin sahibləri şəhərdə çoxdan əkilmiş yaşıllıq sahələrini qırmaqla məşğuldular. Bundan ötürü onlar hətta əvvəlcədən nəzərdə tutulan cərimələri belə ödəməyə hazır olurlar. Bəzən ağacları qırırlar və cərimələri ödəyirlər və beləliklə məsuliyyətdən yayınırlar. Buna qətiyyən yol vermək olmaz. Ümumiyyətlə bu cərimələr təkcə artırılmamalıdır, həm də ayrı-ayrı hallarda bu işin qəsdən törədilməsinə görə müəyyən digər məsuliyyətlər müəyyən olunmalıdır. Yəni bu cürə vasitələrlə yaşıl ərazilərinin qırğını hökmən bir şəkildə dayandırılmalıdır. Yaşıllıqların meşə fondunun artırılması məqsədi ilə son bir neçə il ərzində paytaxtda 100 hektardan çox meşə parkları yaradılıb. Təəssüf ki, təbiətə qənim kəsilənlər bir ucdan yaşıllıqları məhv etməkdə davam edir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, eyni zamanda Bərdə, Tovuz və İsmayıllı rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Araşdırma zamanı ağacların kəsilməsi ilə bağlı təbiətə 89.190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Yaşıllıqların qorunması təkcə cavabdeh qurumların deyil, həm də hər bir vətəndaşın borcudur. Odur ki, yaşıllıqları yalnız gözəllik üçün deyil, sağlamlığımız üçün də qoruyaq. Rəşad Vəkiloğlu, Nadir Cəlilov, Space xəbər.